Xoş gördük. Mərhəmətli və rəhimli olan Allahın adıyla başlayıram. Bugünkü söhbətimiz İslam dilində ən böyük günahlardan biri olan sələm, faiz haqqındadır. Bu günahın ən böyük günahlardan olmasının dəlili başında Quran-ı Kərimin aşkar ayələri gəlir və Peyğəmbər əleyhissalamın bu günahı, bu əməli onun ən böyük günahların sırasında göstərməsidir. Peyğəmbər əleyhissalamın dövründə sələmdən əsas pulu, Rəsul əsas pul adlandırırdılar. Onun üstündə tələb olunan, alınan vəsaiti isə riba adlandırırlar. Bunun lüğətdə çoxalma, artma mənası var. Lakin bu ilahi çoxalma, bərəkət mənasında deyil. Bu haram çoxalma mənasındadır və ən böyük Allahın lənətlədiyi günahlardan biridir. Quran-ı Kərimdə yer alan böyük günahların içərisində bu günah yeganə əməldir ki, Allaha və Peyğəmbərə müharibə etmək səviyyəsində dəyərləndirilir. İndi baxaq görək bu niyə belədir? Niyə bu bütün günahların içərisində yalnız Allah Taala bu ifadəni Allaha və onun peyğəmbərinə müharibə açmaq kimi qiymətləndirilmişdir? Əl-Bəqərə surəsinin 279-cu ayəsində Allah Taala bildirir ki, ey möminlər, əgər doğrudan da iman gətirmisinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən, faizdən vaz keçin. Əgər belə etməsəniz, o zaman Allaha və onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin. Deməli, açıq aydın ayədən də görüldüyü kimi bu əməldən Allah Taala qəti şəkildə insanları çəkindirir və o əməli etdiyi halda insanların Allaha və onun peyğəmbərinə hətta müharibəyə girişdiyini, müharibə açdığı kimi dəyərləndirilir. Deməli, bildiyimiz kimi Allah Taala cəmiyyətdə insanların rifahı, onların ədalətli toplumsal yaşamını təmin etmək üçün bir sıra qanunlar göndərmişdir Peyğəmbəri vasitəsilə. Onların bir qismi fərz, bizə qəti olaraq fərzdir. Bu zəkat və xumsdur ki, mütləq şəkildə insanın bir ildən sonra artıq qalan malından alınır və bundan da müsəlmanların, ümmətin büdcəsi formalaşır və kasıblara, buradan ehtiyacı olanlara paylanılır da. Bundan başqa ikisi isə sədəqə və borc isə Allah Taala ən böyük gözəl əməllərdən, savab əməllərdən biri kimi bizlərə tövsiyə etmişdir. Deməli, bunların dördü də Allah qatında halaldır və insanların ədalətli təminatını təşkil etmək və malların əsasən bir əldə cəmləşməsinin qarşısının alınması üçün Allah tərəfindən buyurulmuş vacib göstərişlərdən biridir. Əlbəttə, bərabərlik qeyri-mümkündür. Allah Taala heç kəsi bərabər yaratmamışdır. Hətta iki insanı belə bərabər yaratmamışdır. Nə talih baxımından, nə ruzi baxımından, nə fiziki və ruhi baxımından bərabərlik prinsipi ümumiyyətlə İslamda yoxdur. Lakin malların bir əldə cəmləşməməsi və sosial ədalətsizliyin tüğyan etməməsi üçün Allah Taala həm müsəlman təşkilatının, müsəlman büdcəsinin formalaşması üçün, həm də kasıblara yardım etmək üçün, həddindən artıq kasıblar olmaması üçün bu göstərişləri vermişdir. Deməli, hörmətli izləyicilər, bəzilərinə müasir dövrümüzdə də, elə əvvəlki dövrlərdə də bəzi kafirlər bunu alış-verişlə əlaqələndirirdilər ki,
riba da alış-veriş kimidir. Quranda da bu barədə ayə var. Lakin Allah Teala buyurur ki, Allah alış-verişi halal, sələmi isə haram buyurmuşdur. Bunun mənası nədir? Çünki alış-veriş bir malı alıb, onun üstündə tutaq ki, 1 manata alıb, onun üstündə 1 manata 50 qəpiyə satmaq və üstündə 50 qəpik qazanmaq bu halaldır. Lakin sələm belə deyildir. Sələm zəhmətsiz gəlir deməkdir və Allahın bizə göndərdiyi əvvəldə sadaladığım bütün bu prinsiplərə qarşı olan bir fəaliyyətdir ki, bu da Allahın insanlar arasında qoyduğu zəkat, xüms, sədəqə və borc kimi cəmiyyətdə dostluğun, saf hisslərin və insanların bir problemə düşdükdə onu həll etmək yollarından biri olan bir-birindən borc almağa ən yüksək savablardan, əməllərdən biri kimi bizlərə göndərməsinin qarşılığında olan bir istismar fəaliyyətidir. Və sələmin bu şəkildə alınması, ümumiyyətlə sələm bir insanın eyni cinsdən olan malların mübadiləsində qarşı tərəfdən təyin olunmuş müddətdə qarşı tərəfdən bir şey tələb etməsidir. Yəni, bu borcla əlaqədardır. Ümumiyyətlə bildirmək istəyirik ki, borcun nəqdi olmur. Borc ümumiyyətlə bu günah, borc alıb üstündə bir şey tələb etməklə bağlı olan günahdır və borc mütləq surətdə nisiyədir. Bu, yalnız əgər mallar eyni cinsdən olmazsa, digər fərqli cinslərdən olarsa və miqdarında da fərqli baxımından bu artıq alış-verişdir və bu halaldır. Məsələn, eyni cinsdən olan malı tutaq ki, qışda bir insan birindən bir kisə buğda alıbsa, eyni cinsdən həmin sortdan olan buğdanı bir kisə şəklində qaytarmalıdır. Əgər onun üstündə hər hansı bir vəsait, bir şey güdülürsə, bu Allahın və onun Peyğəmbərinin lənətlədiyi işdir. Bu günahın da Allaha və onun Peyğəmbərinə müharibə açmaq səviyyəsində olmasının da səbəbi qeyd etdiyimiz kimi ilahi fəaliyyətin əksinə yönələn istismar fəaliyyətidir. Yəni, bu fəaliyyət nədir? İslam gələndə, sonuncu İslam şəriəti gələndə Ərəbistan yarımadasında da bu əməl yayılmışdır. Şərab kimi, qumar oynamaq kimi, sehirbazlıq kimi bu əməl də olduqca geniş yayılmışdır və ərəblərlə bərabər bu əməli yəhudilər də sevə-sevə yerinə yetirirdilər və İslam şəriəti gələndən sonra demək olar ki, bu ərəblərin əlindən çıxdı. Cahiliyyət dönəmində isə ərəblər bundan geniş istifadə edirdilər və verilən borcun üzərinə müəyyən məbləğ qoyulurdu və müəyyən müddətdən sonra əgər borclu borcunu qaytara bilmirdisə və üstündəki faiz, sələm əsas pulun, rəsul pulun üstünə əlavə olunurdu və onu əsas pul kimi qeyd edirdilər və üzərinə də bir qədər əlavə edəndən sonra yeni bir müddət müəyyənləşdirilirdi. Bir neçə müddətdən sonra borclu əgər borcunu qaytara bilmirdisə, həmin insan artıq borc verənə qul olmağa razılaşıb müəyyən sənədlərə qol çəkməklə onun qulu olurdu və neçə il onun borc verənin təyin etdiyi müddətdə neçə il istəsə onun quluna çevrilirdi və qulun da heç bir haqqı yox idi. Müasir dövrümüzdə də düzdür, deməli, müəyyən faizlə kredit götürmək, sələm almaq insanı həm əmlakdan, həm də onu azadlıqdan məhrum edə bilər. Belə ki, borclar qaytarılmadıqda bu artıq məhkəmədə işinə baxılır və bununla da o əmlakını, hətta azadlığını itirə bilər. Deməli, yəhudilər müsəlmanlardan sonra, müsəlmanlara bu iş qadağan olunduqdan sonra bu işi yəhudilər görməyə başladılar. Yəhudilər 1000 ildən artıq bu işi əvvəllər də məşğul idilər və Ərəbistanda ərəblərə bu iş qadağan olunduqdan sonra yəhudilərə bu iş demək olar ki, tək onlara qaldı və onlar
1000 ildən çox müddət ərzində bunu işi genişləndirdilər, əllərində böyük vəsait cəmlədilər və Osmanlı dövründən yadımızdadır ki, o Osmanlı sultanlarına hətta onlar müəyyən məbləğ borc verirdilər və o borcun qaytarılmasında müəyyən vaxt gecikmələrində özlərinin mənfəəti üçün, özlərinin xeyrinə qərarlar qəbul olunmağına nail olurdular və Osmanlı sultanlarını da bəzən özlərindən asılı vəziyyətə salırdılar. Müasir dövrümüzdə də bu davam etməkdədir, hətta ən kəskin formada davam etməkdədir. Belə ki, müasir 19-cu, 20-ci əsrlərdə bankların yaranması ilə kütləvi surətdə bu işi yəhudilər həyata keçirdilər və onlar böyük banklar yaratdılar və hazırda da böyük beynəlxalq maliyyə qurumlarını, maliyyə təşkilatlarını, kredit təşkilatları onların əlindədir və onlar ölkələrə, ayrı-ayrı ölkələrə bunu kredit şəklində borc verirlər və həmin ölkələr ildən ilə həmin borcların altında əzilirlər. Bunun çoxu vaxtında qaytara bilmir və bununla da həmin təşkilatlar ölkələrin daxili işlərinə qarışırlar və özlərinin mənfəəti üçün, özlərinin xeyrinə lazım olan qərarları qəbul olunmasına nail olurlar. Və günümüzdə də biz baxıb görürük ki, ayrıca BMT-də təmsil olunmuş müstəqil bir ölkənin hətta prezidenti onun həyat yoldaşı ilə birlikdə qaçırılır və bu qüdrətin arxasında biz onu 100 il, 200 il qabaq araşdırdıqda, baxdıqda bu mütləq şəkildə, hörmətli dinləyicilər, mütləq şəkildə bu gəlib sələmə dayanacaqdır və həmin onun bankların yaradılmasında, bu maliyyə qurumlarının yaradılmasında həmin sələmdən əldə olunan vəsaitin durduğunu görəcəyik. Quranda da Allah Taala bu işdən insanları çəkindirib, lakin onun mayasının onlara halal olduğunu bildirir. Bəzilər bunu başa düşmürlər, elə bilirlər bu sələmdən əldə olunan mayadan söhbət gedir. Xeyr, bu əsla belə deyil. Bu insan bir işə başlayanda onun əlində olan halal vəsaitdən gedir ki, bu vəsaitin üstündə zaman-zaman alınan hər bir vəsait, pul, maddi, hər bir şey bu sələmdir və haramdır. Bunun geriyə qaytarılması tələb olunur. Deməli, bu günah müsəlman aləmində Allah tərəfindən birdən-birə qadağan olunmadı. Bu da şərab kimi geniş, şərab, qumar kimi geniş deməli, adətə çevrildiyi üçün, geniş vüsət aldığı üçün şərabı tutaq ki, Allah Taala 3 ayəyə haram buyurmuşdursa, bu əməli isə, sələm almağı isə 4 ayə ilə haram buyurdu və sonuncu 629-cu ildə Xeybər döyüşü ərəfəsində qəti olaraq bu haram bildirildi, bu əməl və insanları ondan qəti şəkildə deməli, çəkinmələri tələb olundu. Deməli, Peyğəmbər əleyhissalam da Quran-ı Kərimdə yalnız sələm alandan, sələm yeyəndən söhbət açılır. Lakin Peyğəmbər əleyhissalamın hədislərində sələmi alana da, Peyğəmbər əleyhissalam verənə də, onu katib kimi qeyd edib yazana da və onun şahidlərinə də lənət etmişdir. Allahın lənət etdiyini buyurmuşdur. Bu əməl həm də əxlaqsız əməllərdən biridir. Bəziləri anlamayacaq, deyəcək, faizin, sələmin əxlaqa nə aidiyyəti var? Bildiyimiz kimi əxlaq insanların Allah tərəfindən göndərilmiş düzgün yaşam qanunlarıdır, düzgün yaşam davranışlarıdır, davranış normalarıdır və bu ayrı-ayrı fəlsəfələrə görə dəyişir. Lakin İslam fəlsəfəsində ümumiyyətlə din deyilən bir şey Allahın insanlara göndərdiyi düzgün yaşam proqramıdır və bu birbaşa həmin proqrama qarşı yönəlilmiş davranış fəaliyyətidir ki, istismar fəaliyyətidir ki, və Allah Taala və Peyğəmbər də onu qadağan etmişdir. Burada əxlaqla bağlı Peyğəmbər əleyhissalamın həm Əhl-i-Sünnə, həm də Şiə kitablarında yer alan məşhur bir hədisi vardır. Bu hədis olduqca bizim idrakımıza, ola bilsin ki, təfəkkürümüzə sıxışmayacaq və bəzilərinə olduqca qəribə gələcək. Çünki bildiyimiz cəmiyyət bəzi günahları, böyük günahları yaxşı tanıyır, müəyyən qədər
məlumatlıdır, lakin bəzi günahları ümumiyyətlə tanımır. Bu da sələm də onların içərisindədir. Əfsus ki, cəmiyyətin qətiyyətlə demək olar ki, 90%-i sələmin nə boyda günah olduğunu təsəvvür belə eləmirlər. Cəmiyyət bilir ki, zina böyük günahlardandır, lakin cəmiyyət sələmin zinadan dəfələrlə böyük günah olduğu haqqında yəqin ki, kifayət qədər məlumatlı deyirlər. Hörmətli izləyicilər, Peyğəmbər əleyhissalam hədisdə buyurur ki, sələm yeyən Kəbə evinin içərisində öz məhrəmi ilə 70 dəfə zina etmiş həddindədir. Siz təsəvvür edin, Kəbə evinin içərisində deyir Peyğəmbər əleyhissalam, qırağında deyil, demir. Və məhrəm də kişiyə məhrəm olan qadınların başında kişinin anası, bacısı və qızı gəlir. İndi siz təsəvvür edin, biz zina günahının nə boyda böyük günah olduğunu biz bilirik. Lakin bu günah görün nə qədər böyük günahdır ki, bir kişinin öz anası, öz bacısı və belindən gələn doğma qızı ilə Kəbə evinin içərisində, ibadətgahın, bütün müsəlmanların qibləgahının içərisində bir dəfə deyil, 70 dəfə zina etdiyi qədər səviyyədə olan bir günahdır. Sələm almaq bu olduqca çirkin bir işdir. Peyğəmbər əleyhissalamın bu günahın nə qədər böyük və əxlaqsız, çirkin iş və çirkin cəsarətə sahib olduğunu göstərmək üçün bu hədisi bizlərə buyurmuşdur, çatdırmışdır və Quranın digər ayəsinə görə qəbirlərindən cin vurmuş kimi qalxacaqlar. Bunlarla belə çıxır ki, həqiqətən də Allahın bu kəlamından görükür ki, deməli, cin vurmaq həqiqətən də insanlara bəzən cinlər xətər yetirə bilir, onların ağlına bəzən bu təsir də eləyə bilir. Deməli, onların qiyamət günündə qəbirlərindən qalxanda ağıllar başında olmur, hara gəldi, ora qaçışırlar və sələm alanlar da bu şəkildə insanlardır, yəni ağıldan uzaq insanlardır və onlar Allahla, onun Peyğəmbəri ilə müharibəyə girişmiş şəkildə iyrənc cəsarətə sahib olan insanlardır. Ümidvaram ki, bu çıxışı dinləyənlər inşallah ki, özümüz də, ətrafımızda bu əməllərdən çəkinəcək və nəinki sələmə pul vermək, sələm götürmək, kredit götürməkdən də inşallah çəkinəcək. Bir kəlmə kredit götürmək barədə də deyək, bəziləri həqiqətən bu sual maraqlandırır. Ümumiyyətlə, bu sual alimlər arasında da müzakirə mövzusudur. Yəni, bankların verdiyi kreditlə sələmin eyni olması məsələsi. Bu, alimlər arasında da dediyimiz kimi mübahisə mövzusudur və bir çox böyük İslam alimləri bunu eyni bilməmişlər. Həqiqətən də bu belədir. Çünki sələm verməklə bu təşkilatın, bankın bir çox fərqləri vardır. Sələm bildiyimiz ki, fiziki şəxsdir, fiziki şəxs tərəfindən verilir və o dövlətə heç bir vergi vermir. Dövlətin büdcəsində, xalqın büdcəsinin formalaşdırılmasında iştirak etmir və istismarçı bir şəxsin istismarçı bir fəaliyyətidir, qanunsuz bir fəaliyyətidir və əsas da o vergiyə cəlb olunmur. Lakin digər təşkilat isə əlbəttə kreditin götürülməsində müəyyən plan tələb olunur və həmin təşkilat qurumdur, şəxs deyil və müəyyən biznes sahələrinin inkişafına da töhfəsini verir. Banklar bildiyimiz kimi bütün ölkələrdə iqtisadiyyatın təməl prinsiplərindən biri bank fəaliyyətinin və pul fəaliyyətinin həyata keçirilməsidir, dövriyyəsinin həyata keçirilməsidir və pullar bir əldə cəmləşməməlidir, evlərdə yığılmamalıdır. Bu iqtisadiyyatda dövr eləməlidir və bunlar da bir çox hallarda banklar vasitəsilə həyata keçirilir və banklar da vergiyə cəlb olunur və dövlətin büdcəsinin formalaşmasında müəyyən rol oynayırlar. Gördüyümüz kimi bunların müəyyən fərqləri vardır. Bankların verdiyi kredit sələm deyil, lakin halal da deyil. Bu, zərurət halında insanlar üçün günahsızdır. Yəni, çıxılmaz, zərurət halı şiddətli çıxılmaz hala deyilir. Zərurət halında insan
çıxılmaz vəziyyətdə qalaraq bunlardan götürməlidir. Lakin adi vaxtlarda bu işdən bəziləri ehtiyac oldu, olmadı. Bahalı telefonlar, maşınlar üçün kreditə girirlər. Ondan sonra da illərlə bu kreditlərin qaytarılmasının çətinliyini yaşayırlar. İnşallah ki, bunu dinləyən və bu əməlin nə qədər günah böyük bir əməl olduğunu bilənlər inşallah ki, bu işlərdən çəkinib Allahın və Peyğəmbərin lənətlədiyi işlərdən uzaq olarıq inşallah. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.